Salam cənab treyderlər və investorlar. Layihə sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatlarla başlayırıq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sizi tədqiq olunan korporasiyanın bütün parametrlərini daha diqqətlə nəzərdən keçirməyə dəvət edirik. Biz korporasiyanın cari fundamental göstəricilərini təhlil edəcəyik. Gibraltar Industries, ticker RAOJK. Bu icmal 24 Mart 2025-ci il tarixinə cari məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət Gibraltar Industries Inc. alt kateqoriyaya aiddir. Grain müqayisədə 86 şirkət iştirak edir və bu çox təmsil edicidir. Bu videonun sonunda sifariş cədvəlinə baxacağıq. Sözü gedən şirkət üçün ümumi nəticə belədir: 10 baldan 8 bal. Alt kateqoriya üzrə orta nəticə 1,7 baldır. Geniş baxsanız, bütövlükdə birja daxilində. Qeyd edək ki, bütün ABŞ fond bazarı üzrə orta nəticə cəmi 1,9 baldır. 3-8 xalla qarşı-qarşıya gəldi Gibraltar Industries. Şirkətin səhmlərinin qiymət hərəkətinin müqayisəsi Gibraltar Industries və alt kateqoriyalı şirkətlər. 12 ay sonra hissələri görəcəyik. Gibraltar Industries -21,2% dinamika nümayiş etdirib. 15,1% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Bu açıq-aydın heç nə demək deyil, lakin bu faktı nəzərə almaq lazımdır. Şirkətin bazar kapitallaşması Gibraltar Industries Inc. 1,85 milyard dollardır. Və alt kateqoriyanın kapitallaşması 181 milyard dollardır. Gibraltar Industries 1,21% paya malikdir və alt kateqoriyada yer alan kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 1,5 milyard dollar həcmində qiymətləndirilir. 79 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə Gibraltar Industries %1,325 pay təşkil edir. Birja səhmlərini və balans kapitallaşmasını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Gibraltar Industries alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 1,21% təşkil edir. Balans dəyəri 1,325% təşkil edir. Bu da bazar dəyərinin payından 30% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı, 1 bal. Tədqiq olunan təşkilatın maliyyə öhdəlikləri 0,42 milyard dollar təşkil edir. Balans dəyərinə olan maliyyə öhdəlikləri şirkətin kapitalının 4%-ni təşkil edir. Şirkətin borc səviyyəsinə görə reytinq çox yaxşı, 2 bal. Şirkətin qiymətinin mənfəətə nisbəti 13,5-dir. Alt kateqoriyada orta qiymət 0-dır ki, bu da alt kateqoriyadan xeyli yaxşıdır. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar qiymətinin onun mənfəətinə qiymətləndirilməsi çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 137 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəətin ilkin olaraq 162 milyon dollar olacağı gözlənilir. Və bu, indikindən 18% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricisinin qiymətləndirilməsi yaxşı, 0,5 bal. Şirkətin qiymət-satış nisbəti 1,4-dür. Alt kateqoriya üzrə orta göstərici 1,6-dır və bu, alt kateqoriya üzrə orta göstəricidən 13% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin səhmlərinin qiymətinin onun gəlirinə qiymətləndirilməsi yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 1,310 milyon dollar olub.
Növbəti 12 ay üçün gələcək gəlirin 1,550 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 18% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə təxmin edilən gələcək gəlirin qiymətləndirilməsi yaxşı 0,5 bal. Marja 10,5%dir. Alt kateqoriya üzrə orta göstərici -4,6%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 15,1% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,761% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 34% azdır. Və bu fakt şirkətin cari bazar qiymətinin balanssızlığını göstərir. Gibraltar Industries daha çox yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği 881 min dollardır. Alt kateqoriya üçün isə 657 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 34,1% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən şirkətin kapital həcminin qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin hər bir işçisinə düşən mənfəətin həcmi 65,5 min dollardır. Alt kateqoriyada orta göstərici ilə -19,3 min dollar. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 85 min dollardır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisi üçün mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Təşkilatın fərdi işçisinə düşən satış həcmi 624 min dollardır. Alt kateqoriyada 422 min dollar var. Alt kateqoriya orta göstəricisi ilə şirkətin performansı arasındakı fərq 48%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin hər bir işçisinə düşən satışın qiymətləndirilməsi yaxşı 0,5 bal. Qısa müddətli əməliyyatların həcmi 1,3%, alt kateqoriya üzrə orta hesabla 5,6% təşkil edir. Bu qısa sıxılma göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %40 səviyyəsini göstərir. Gibraltar Industries. Alt kateqoriya üçün RSI səviyyəsi 14, təxminən 46% təşkil edir. Potensial olaraq alt kateqoriyadakı qiymətli kağızlar şirkətin səhmləri ilə təxminən eyni kotirovka edilir. Gibraltar Industries. Şirkətin cari səhm qiyməti təxminən 60,88 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi 92,66 dollar civarındadır. Faktiki qiymətləndirmə və konsensus proqnozunun dinamikası təxminən 52%dir. Gəlin sizin üçün mövcud olan sifariş cədvəlinə keçək, link bərkidilmiş şərhdədir. Sifariş cədvəli bu mövsüm məlumat və arayış sistemi tərəfindən açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və pulsuzdur. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətli kağızlarının təhlili nəticəsində Gibraltar Industries Inc. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. 60,89 qiymətində alış ticarəti açın. Sifariş şirkətin nisbətən yüksək qiymətə malik olması səbəbindən açılıb. Təşkilat qiymətləndirmə metodologiyası AKİMin indeksi əsasında qiymətləndirilib. Mənfəət götürmək 67,14 səviyyəsində müəyyən edilmişdir. Stop loss 54,64 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 23 aprel 2025-ci il tarixli mübadilə sessiyasının nəticələrinə əsasən avtomatik olaraq müəyyən edilir.
və ya bu tarixdən əvvəlki son ticarət günündə. Ticker, ALLO, balanslaşdıran satış sifarişinə çevriləcək. Balans sifarişi ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birinin bağlanması halında əsas və ya balanslaşdırma. Əks sifariş avtomatik olaraq bağlanır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün ictimaiyyətə çox sağ olun. Guru Markets. Siz həqiqətən planetin ən yaxşı tamaşaçısınız.